Allah Subhanahu ve Taala'nın bizə qoyduğu qaydalara düzgün doğru əməl etmək lazımdır. Rəbbimizin çağırışlarına diqqətli olmaq lazımdır. Allah Subhanahu ve Taala Quran-ı Kərimdə Mutaffifin surəsində buyurur ki: "Kəllə bəl rana alə qulubihim mə kanu yeksibun." Onların öz əlləri ilə qazandıqları günahları onların qəlbinə bir ran salmışdır. Ran nədir? Sanki bir kölgədir. Bir örtükdür. Qəlbə təsir eləməyə, yəni sənin oxuduğun dediyi ayələr var, oxuduğumuz ayələrin bizə təsirini. O daşı ki vurur divara. Bax, o daş atanda divara dəyib iz az saxlayırsa, demək qəlbdə örtük nədir? Bir o qədər möhkəmdir. Deyilənlər qəlbə təsir eləyə bilmir. Qəlb dəyir, danq eləyir, düşür yerə. Allah Subhanahu wa Ta'ala buyurur ki, onların əlləri ilə qazandıqları günahları onların qəlblərinə nə salır? Ran salır. Yəni bir kölgə salır, bir pərdə salır. Demək ki, qəlbə imanın, o təqvanın təsir eləməməyinin səbəbi nədir? İnsanların əldə etdikləri günahlardır. Günah dildə asandır deyilməsi. Lakin günahın törəmələri, günahların təsirləri həqiqətən də çox fəsadlıdır. Niyə görə? Çünki insanı ahirətdə bədbəxt eləyəcək addım buradan başlayır. Heç bir şey elə düşünmək lazım deyil ki, böyük bir fəlakətlə gəlir, dağıdıb tsunami kimi məsələn. Yox. Bədbəxtçilik müsəlman üçün imanının əlindən alınması və ya oxuduğu, öyrəndiklərinin imanına təsir eləməməliyinin səbəbi nədir? O, xırda-xırda əldə etdiyi günahlardır. Ona Allah Subhanahu wa Ta'ala Əl-Fəcr surəsində buyurur ki, Kəllə bəllə tukrimunəl yetim. Rəbbimiz qınayır günah sahiblərini. Baxın, nədən başlayır Allah Subhanahu wa Ta'ala? Deyir ki, siz yetimlərə hörmət qoymursunuz. Yəni, səxavətli davranmırsınız onlara qarşı. Onları saymırsınız. Kəllə bəllə tukrimunəl yetim. Yəni, belə baxanda yetimə hörmət eləmirəm, nə olsun? Amma baxın, bu xırda-xırda nə olur? Çünki o yetimə baxmamağın qaynağı nədən gəlir? Qəlbdə olan o örtükdən gəlir. Ki, qəlb təsirlənmir. Yəni, özümüzdən götürək. Elə vaxtlar olub ki, bir qardaşın kiçik bir problemi olanda hamımız canla başla onun xidmətinə getmişik. Amma elə vaxtlar olur ki, görsən qardaşın başına böyük bir müsibət gəlir, heç tükümüz də tərpənmir. Bu nədən irəli gəlir? O qəlbdə gəlib düşən o ranın səbəbi ilədir. O örtükdür.